Yer üzerindeki bütün canlılar arasında elə bir canlı var ki, görmə qabiliyyətinə görə demək olar ki, hamısını geridə qoyur. Hansı canlı? İndi deyəcəm, amma öncə kanala abunə ol və video like etməyi unutma. Söhbət mantis krevetindən gedir. İnsan gözündə cəmi 3 rəng reseptoru var. Qırmızı, yaşıl və mavi. Hətta NASA peyklərində istifadə olunan ən müasir kameralarda belə 10-12 spektral diapazonu belə qeyd etmək mümkündür. Amma bu hələ başlanğıcdır. Mantis krevetinin hər bir gözü eyni nöqtədə fokuslanan 3 ayrı hissədən ibarətdir. Bu isə o deməkdir ki, o tək bir gözü ilə 3 ölçülü dərinliyi müəyyən edə bilir. Bizim isə dərinliyi hiss etməyimiz üçün 2 göz lazımdır. Məhz buna görə stereoskopik 3D kameralarda da 2 obyektiv istifadə olunur. Mantis kreveti isə hər gözü ilə bunu tək başına bacarır. Üstəlik hər iki gözü bir-birindən tam müstəqil hərəkət edir. Nəticədə o təxminən 300 dərəcəlik baxış bucağına malikdir və bu kameralar eyni anda dərinliyi ölçə, ultrabənövşəyi şüaları görə və işığın polarizasiyasını analiz edib müstəqil şəkildə müxtəlif istiqamətlərə dönə bilir. Bəs bu canlı mərci boyda beyni ilə bu qədər mürəkkəb bir görüntünü necə emal edə bilir? Əslində emal etmir. Queensland Universitetinin alimləri müəyyən etdilər ki, mantis kreveti görüntünü bizim kimi beyində emal eləmir. O bu işi birbaşa gözlərində həyata keçirir. Yəni görüntü əvvəlcə beyinə göndərilib sonra analiz olunmur. Məlumat elə sensor səviyyəsində emal olunur və yalnız hazır nəticə beyinə ötürülür. Məqsəd görüntünü mümkün qədər tez emal edib dərhal reaksiya verməkdir. Mühəndislərin bu texnologiyanın inkişaf etdirilməsi 10 illiklər çəkib. Mantis kreveti isə bunu 500 milyon ildir ki, rahatlıqla etməyə davam edir və günü bu gündə bundan məşğuldur. Təkamül sözünü deyir.